Salam. Bilirsən, bəzən mən də düşünürəm, bu qədər hər şey rəqəmsallaşır, amma yenə də niyə bu qədər kağız çap edirik, imzalayırıq? Əlimizdəki mənbələr də məhz bu sahəyə aiddir. Azərbaycanın elektron imza və elektron sənəd haqqında qanunu. Gəl baxaq görək bu qaydalar nə deyir? Bizim bu rəqəmsal həyatımızı necə təşkil edir əslində? Çox yerinə düşən mövzuda həqiqətən. Çünki bu qanun birbaşa bizim rəqəmsal kimliyimizi, sənədlərimizin o virtual mühitdəki taleyini həll edir. Əsas məqsəd də aydındır. Elektron sənəd dövriyyəsi üçün etibarlı, hüquqi bir baza yaratmaq. Yaxşı olar elə əsas anlayışlardan başlayaq, hə? Əla olar. Başlayaq. Bax, elektron imza deyirik. Qanun bunu necə təsvir edir? Və yəqin ki, bunun növləri də var, elə deyil? Hə, əlbəttə. Sadə desək, elektron imza səni rəqəmsal mühitdə təsdiqləyən bir veriləndir. Amma əsas məsələ gücləndirilmiş elektron imzadır. Bu, sadəcə sənin kimliyini demir. Bu, həm də yalnız sənin kontrolunda olan xüsusi vasitələrlə, məsələn, o asan imza ilə ya da xüsusi kartlarla yaradılır. Və ən əsası, imzalanan sənədin sonradan dəyişdirilmədiyinə zəmanət verir. Yəni bir növ rəqəmsal möhür kimi düşünmək olar. Deməli, bu təkcə qol çəkdim getdi deyir, həm də sənədin toxunulmazlığına bir zəmanətdir. Bu çox vacib səslənir. Yaxşı, bəs bu gücləndirilmiş imza ilə təsdiqlənən elektron sənəd, o nədir özü? Elektron sənəd əslində çox sadədir. Kompüterdə, telefonda, hər hansı bir cihazda saxlanan məlumatdır. Bu bir müqavilə mətni də ola bilər, Excel cədvəli də, hətta səs yazısı, şəkil də. Əsas odur ki, elektron şəkildə yaradılsın, saxlanılsın, ötürülsün. Elektron sənəd dövriyyəsi də elə bu sənədlərin sistemlər arasında müəyyən qaydalarla hərəkətidir də. İndi gəldik məncə ən çox maraq doğuran suala. Bu elektron imzanın, elektron sənədin hüquqi gücü, bizim o köhnə, öyrəşdiyimiz kağız sənəd əl imzası ilə bir tutulurmu? Çox adam məhz burada tərəddüd edir axı. Hə, bax, bu çox kritik nöqtədir. Qanun çox bilməhanalını deyir. Sırf elektron formadadır deyə heç bir imza etibarsız sayıla bilməz. Bu bir. İkincisi və ən əsası, əgər qanunda başqa bir şey nəzərdə tutulmayıbsa, sertifikatlaşdırılmış vasitələrlə yaradılan, qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza var ha, bax o, sənin əlinlə attığın imza ilə tam bərabər hüquqi qüvvəyə malikdir. Bir dəqiqə, yəni mən gücləndirilmiş imza ilə onlayn bir müqavilə imzalayıramsa və əgər o sənəd üçün notarius ya da dövlət qeydiyyatı kimi bir şey tələb olunmursa, bu əlimdəki o möhürlü imzalı kağız qədər keçərli sayılır. Bu ki fantastikdir, işləri necə sürətləndirər? Tamamilə elədir, tamamilə. Hətta əgər o imzanın sertifikatında sənin xüsusi bir səlahiyyətin də göstərilibsə, məsələn, filan şirkətin direktorusan, bu imza kağız üzərində möhürlə təsdiqlənmiş əl imzasına bərabər tutulur. Dediyin kimi, o xüsusi hallar var, notariat təsdiqi, dövlət qeydiyyatı. Onlar istisna olmaqla elektron sənəd kağızla eyni hüquqi çəkiyə sahibdir. Gözləyin, bir saniyə. Burada mənim üçün çox qəribə bir məqam ortaya çıxdı. Qanun elektron sənədin əsli barədə nə deyir? Biz adətən vacib sənədi çap edib, onu əsil kimi saxlayırıq axı. Bax, bu ən çox çaşqınlıq yaradan məqamlardandır. Qanuna görə elektron sənədin əsli yalnız onun daxili təqdimat formasıdır. Yəni, kompüterdə olan o faylın özü, PDF, DOCX fərqi yoxdur. Hətta onun bütün eyni nüsxələri də əsil sayılır. Kağız üzərində çap elədiyin isə sadəcə onun xarici təqdimat formasıdır. Başqa sözlə surətidir və o kağız surətinin də əsli ilə eyni hüquqi gücə malik olması üçün gərək qanunla müəyyən edilmiş qaydada təsdiqlənsin. Sadə dillə desək, sənədin əsli onun DNT-sidir, kağız isə sadəcə onun şəkli. Çox maraqlıdır. Deməli, elektron sənədin elektron surəti deyə bir şey yoxdur, çünki hamısı əsildir, amma kağız surəti var. Yaxşı, bəs bu sənədləri göndərmək, almaq, saxlamaq bunlar praktikada necə tənzimlənir? Qanun bu məsələləri də dəqiq müəyyən edib. Məsələn, sənəd sənin nəzarətindən çıxdığı an göndərilmiş sayılır. Alan tərəfin təyin etdiyi sistemə daxil olduğu an isə alınmış. Əlbəttə, tərəflər başqa cür razılaşa bilər. Alan tərəf də sənədin düzgünlüyünü, bütövlüyünü yoxlamalı, göndərəni də məlumatlandırmalıdır ki, hə, aldım.
Hər şey qaydasındadır. Saxlanmasına gəlincə, tələblər az deyil. Sənədin o ilkin strukturu qorunmalıdır. Kimin, nə vaxt, kimə göndərdiyi bilinməlidir. Və ən azı kağız sənəd üçün nə qədər müddət tələb olunursa, o qədər də saxlanılmalıdır. Təhlükəsizlik də əlbəttə çox vacibdir. Xüsusilə əgər sənəddə həssas məlumatlar varsa. Dövlət sirri, kommersiya sirri, bank sirri və s. Məsələn, dövlət sirri olan sənədlər üçün yalnız və yalnız sertifikatlaşdırılmış sistemlərdən istifadə edilməlidir. Anladım. Yəqin ki, dövlət orqanlarının özləri üçün daha da sərt qaydalar mövcuddur, hə? Elədir, bəli. Dövlət və yerli özünü idarə etmə orqanları öz aralarında yazışmalarda, vətəndaşlarla elektron ünsiyyətdə mütləq gücləndirilmiş imzadan istifadə etməlidirlər. Həmçinin sertifikatlaşdırılmış vasitələrdən. Eynilə, sən də onlara elektron qaydada müraciət edərkən gücləndirilmiş imza ilə təsdiqləməlisən. Bu artıq bir tələbdir. Beləliklə, bugün sənin təqdim etdiyin mənbələr əsasında Azərbaycanın elektron imza və sənəd dünyasını bir növ baş vurduq. Əsas məqamlar, hüquqi tərəflər artıq daha aydın oldu məncə. Hə, ümid edirəm. Əsas yadda saxlamaq lazım olanlar. Gücləndirilmiş elektron imza düzgün istifadə edildikdə əl imzası qədər güclüdür. Elektron sənədin əsli yalnız rəqəmsal formatdadır. Və bütün bu dövriyyə, göndərmə, alma, saxlama, qoruma, bunlar hamısı dəqiq qaydalarla müəyyən olunub. Sənə elə gəlmir ki, yaxın gələcəkdə kağız sənədlər tamamilə yoxa çıxacaq? Yoxsa bizim o kağıza olan inamımız, vərdişimiz onu həyatımızda hələ də saxlayacaq? Bax, bu barədə düşünməyə dəyər.